Gençler salam, hər vaxtınız xeyir olsun. Bugün 1 iyun 2025-ci il tarixində 4-cü qruplar üzrə birinci blok imtahanı keçirilmişdir və blok imtahanında B variantı üzrə istifadə olunan sual nümunələrinin izahını istəyirəm verim sizə. Birinci sualdan başlayırıq. Bir hüceyrəli göbələklər. Bir hüceyrəli göbələklər 4-də göstərilən mukor, 5'te gösterilen maya göbələşlərdir. Bunlar bir hüceyrəli göbələşlərdir və düzgün cavabımız olacaq D variantı. Bir nömrəli şəkildə təsvir olunan penisil göbələyidir, çox hüceyrəlidir. 2'də qov göbələyidir, 3'də də tülkü qulağı göbələyidir ki, bunlar da çox hüceyrəlidirlər. İkinci sual, hansı mülahizə yanlışdır? Xəstəliyin törədicisi və onların keçiriciləri ensefaliti törədir, demək viruslar, virus. Keçiriciləri isə otlaq gənələrdir. Ona görə elə bura gənə yazaq. Yuxu xəstəliyini törədir tripanosom. Onu keçirdən sese milçəkləridir. Üçüncü taunu törədiciləri bakteriyadır. Taunu keçirdir birələr. Və bizə yanlışı istəyir. X, M, Z eyni aləmə aiddir. X virusdur, aləm deyil. Ensefalitet hətta səfər məmzə bakteriyalarda da törədə bilirdi. Amma ən çox herpes virusu, RNT tərkibli viruslar törədir. M heyvandır, Z isə Z də bakteriyadır. Yəni bunlar eyni aləmə aid deyirlər. Üçüncü sual, qıcı, qatır quyruğu və planların oxşar cəhətləri. Milkök sistemi olması üçün toxumları olmalıydı. Bunların hər üçündə saçaqlı kök sistemi var və ilk dəfə elə saçaqlı kök sistemi planlarda əmələ gəlmişdir. Dördüncü sual, verilən canlı üçün doğru mülahizələri müəyyən edin. Təsvir olunan canlı balıqdır. Balığın ürəyində yalnız bir növ qan dövr edir. Bu venoz qandır. Deməli, bir doğrudur. Uzun borlu sümüklər var. Ətrafların sərbəst hissələrində uzun borlu sümüklər olmalıdır. Burada isə yoxdur. Qarın aortasında venoz qan axır. Bəli, balığın qarın aortası ilə çıxan damarda venoz qandır, gəlsəmələrə gətirir və orada təmizlənirdi. 3 düzdür. Ürəyində qulaqcıq və mədəciklərin say nisbəti 1-in 1-ə olmalıdır. Çünki bunların ürəyi 2 kameralıdır. Xarici maylanmaları var. Bəli, bunlar sümüklü balıqlardır. Qığırdaqlı balıqlarda diri balı doğma var idi. Onurğa sütunu 3 yox, 2 hissədən ibarətdir. Gövdə və quyruq 1, 3, 5 düzgün cavabımız olacaq B variantı. 5-ci sual, hansı canlılarda hüceyrə divarına rast gəlinər? Heyvan olanları çıxırsız, digərlərində hüceyrə divarına rast gəlir. Məsələn, liamblia parazit bir hüceyrəlidir. Amöb heyvandır. 1, 3, 4 isə Parmelia məsələn şibiyadır, siyanobakteriya bakteriyadır. Bunlarda artıq hüceyrə divarına rast gəlinər. Düzgün cavab olacaq D variantı. 6-cı sual, həzm sistemi yalnız bir dəliklə xarici mühitlə əlaqəli olanlar, deməli onlarda anal dəlik yoxdur. Askaritdə ilk dəfə anal dəlik yaranmışdı, ona görə askarit olan variantları çıxırsınız. Askaritdən üzü hamının anal dəliyi var idi, soxulcan və nereydi çıxırıq. Ağ planari və qaraciyər sorucusunda isə həzm sistemi ağızla başlayır və elə ağızla da qurtarmış olur. 7-ci sual, Eyler-Venn diaqramına əsasən uyğun bəndləri müəyyən edin. Söyüdün yaşıl çiçəkləri, bir də adi şam müqayisəsini istəyir bizdən Venn diaqramında. Demək, maylanma baş verir. Maylanma, söyüdün yaşıl çiçəkləri dişidir. Yəni, burada maylanma prosesi baş verə bilər. Ona görə 3 ortaq olacaq, A ortaq olacaq. 3 növ generativ orqana malikdir. Bu, adi şamda 2 növ generativ orqan var, toxum və qoza. Amma söyüddə isə 3 növ generativ orqan var, 1 B-yə aiddir. Tozcuq kisələri var. Tozcuq kisəsi şama aid idi. Bir polcuğunda 2 tozcuq kisəsi var idi. Tozlanma baş verir. Bunların hər ikisində tozlanma baş verir. 3 növ vegetativ orqana malikdir. Bunların hər üçü ali toxumludular. Ona görə kök, gövdə, yarpaq 3 növ vegetativ orqanı vardır. 1B, 2C, 3A, D'yi düzgün cavab olacaq B variantı. 8-ci sual, hansı mülahizə doğru deyil? Bəzi suda yaşayan məməlilərin tük örtüyü olmur. Bəli, məsələn, balinaların tük örtüyü yoxdur. Bəzi suda yaşayan məməlilər ağciyərlərlə tənəffüs edir. Bütün məməlilər ağciyər tənəffüsü eləyir ki, bu doğrudur.
Bu doğru ifadə edir, ona görə bunun üzərindən xətt çəkirik. Bəzi suda yaşayan məməlilər quruya çıxır deyir. Bəli, suda yaşayan məməllərdən su iti quruya çıxır. Suda yaşayan məməlilər yalnız suda çoxalır dediyi yanlışdır. Çünki su itilər tüləmə, çoxalma və dincəlmə üçün quruya çıxırlar. Suda yaşayan məməlilər balasını südlə bəsləyir. Bu doğrudur. Məməlidirsə balasını süd ilə bəsləyəcək. 9-cu sual. Bağırsaqqboşluqlar tipinə aid olan canlılarda rast gəlinən şəkildəki hüceyrə haqqında verilən ifadələrdən hansı yanlışdır? Şəkildə təsvir olunan dalayıcı hüceyrədir. Dalayıcı. Vəzili hüceyrələr ilə eyni qatda yerləşə bilməz. Dalayıcı hüceyrələr ektodermada yerləşir, vəzli hüceyrələr endodermada yerləşir. Bu doğrudur. Dəri əzəli hüceyrələri ilə yanaşı yerləşə bilər. Bu da doğrudur. Çünki dəri əzəli hüceyrələr də ektodermanın hüceyrələridir. Doğrudur. Buradan bir ektoderma yazaq. Ektoderma qatında yerləşirdi. İkinci, ikinin kapsuldan çıxması üçün bir qıcıqlanmalıdır. İki dalayıcı sapdır, bir hissedici tükçükdür. Bəli, əgər dalayıcı sapı atırsa, o zaman demək ki, hissedici tükçük qıcıqlanmışdır. Aralıq hüceyrələrdən əmələ gəlir, bütün hüceyrələri aralıq hüceyrələrdən əmələ gəlir. Bədənin iki qatında deyil, yalnız ektodermada yerləşir. Ona görə yanlış variant burada Y variantı olacaq. 10-cu sual, mürəkkəb refleks köprüsündə iştirak edən 3 müxtəlif növ neyron X, Y, Z, M, N, bir də X orqanlardırlar. Burada neyron X, Z, nədir bu? Y, Z, M-dir. Və deyir ki, refleks görsünün hansı hissəsində bu neyronların arasında sinaps yaranır. Sinaps yaranırdı hissi neyronla ara neyron arasında, ara neyronla hərəkə neyron arasında. Bunların üçünün də görüşə bildikləri yer mərkəzi sinir sistemidir və mərkəzi sinir sistemi də burada Z hərfi ilə işarə olunub. Qeyd eləmişdim ki, çiçək qruplarına baxın. Eynən bu tipdə sual düşəcəyini demişdim. Buğdanın çiçək qrupu Vavilova görə mənşə mərkəzi və çiçək düsturunun struktur elementlərinin cəmi. Buğdanın C4, Y3, D1-dir çiçək düsturu. Çiçək qrupu olacaq mürəkkəb sümbül. Mürəkkəb sümbül verilən şəkil demək A və B, digərləri mürəkkəb sümbül deyil. Buğdanın Vavilova görə mənşə mərkəzi buğda bizdə idi, Cənub-Qərbi Asiyadaydı və struktur elementlərinin cəmi deyir. 2 çiçək pulcuğu, 2 çiçək pərdəsi, 3 erkəkçik, 1 dişicik toplasanız eləcək bunlar 8. Ona görə düzgün cavabımız B variantı. Həm də saplaqsız çiçək qruplardır deyə saplaqları yoxdur. 12-ci sual. Sxemdə verilmiş proses sağlam insanda harda baş verir? Yağın gliserin və yağ turşusuna parçalanması göstərib. Bu, demək, mədə və yoğun bağırsaqda deyil, yalnız mədədə deyil, yalnız ifadəsinə görə ağızda parçalanmır, nazik bağırsaq deyə götürəcəyik. 13. Ağac gövdəsinin quruluş sxemi üçün uyğunluğu müəyyən edin. Deməli, 1 qabıq qatıdır, 2 kombidir, 3 oduncaqdır verilən qatlardan. Qeyri-üzvü maddələri daşıyan borucuqlar yerləşir. Demək, qeyri-üzvü maddələri daşıyan kislema borulardır. O 3-də yerləşəcək. 3A qabıq və oduncaq hüceyrələri yaradır. Qabıq və oduncağın hüceyrələrini yaradır. Yox, bu B-ni oxumadım. B. Gövdənin eninə böyüməsini təmin edir. Bu təbii ki, kombidir. Qabıq və oduncaq hüceyrələrini yaradır. Yenə də kombidir. Törədici toxuma oradadır. İllik halqalar yerləşir oduncaqda. İllik halqalar əmələ gəlir desə kombidən yerləşir dediyinə görə oduncaqda yerləşir və mərciməklər yerləşirdi. Bu da qabıq qatında. Yəni 1Y, 2BS, 3AD düzgün cavabımız olacaq D variantı. 14 nəsil ağacına aid olan bir sual verilib, qan qruplarının fenotipləri verilib. 4-cü və 2-ci qan qrupundan 2-ci və 3-cü qan qrupu doğulub. O zaman 4-cü qan qrupu bilirsiniz ki, AB yazılır. 2-ci qan qrupu isə A qan qrupudur. Əgər burada 3-cü qan qrupu da doğulubsa, AA deyilmiş. Demək, A0 imiş ki, bu sıfırla bu B görüşüb. Bura B0'dır.
Burada da ikinci qan qrupu AA da ola bilər, A0 da ola bilər. Və B0 ilə ikinci qan qrupunun nigahından üçüncü və dördüncü qan qrupu alınıb. Üçüncü və dördüncü qan qrupu. Ee, demək o zaman ikinci qan qrupu AA imiş ki, A ilə B-dən görüşərək AB doğulub. E, B ilə A ilə B-dən görüşəndə AB doğulub. Üçüncü qan qrupu doğulubsa bura A0'dır. Yox, bura A0'dır. A0'dır ki, B ilə bu 0 görüşüb, B0 doğulub. Yəni dəqiq müəyyən etmək oldu. Hansını dəqiq müəyyən etmək olmaz, bir rəqəm ilə göstəriləni. Çünki bu A ilə bu A-da görüşə bilərdi. Bu A ilə bu 0-da görüşə bilərdi. Onun üçün AA və ya A0 olduğunu dəqiq müəyyən etmək olmur. Düzgün cavabımız olacaq A variantı. 15 eyni şəklin özünü mən də sınaqlarında istifadə eləmişəm. Hətta görəndə mənə də qəribə gəldi ki, eynisini, hətta mənim qurduğum sual tipi də elə bu cür idi. Sağlam qadının aybaşı siklinin fazalarında uşaqlıq divarının vəziyyəti təsvir olunub. Doğru mülahizələri müəyyən edin. X ilə göstərilən aybaşıdır. Y ilə göstərilən aybaşıdan sonraki fazadır. Z ilə göstərilən isə sarı cisim fazasıdır. Doğru olan fikirləri seçməyimizi istəyir. Baxaq. Z sarı cisim fazasıdır. Bəli, biz də Z-ə sarı cisim dedik. Z fazasında yumurta hüceyrə uşaqlıq borusunda ola bilər. Əgər 14-cü gün ovulyasiya baş veribsə, o zaman burada uşaqlıq borusunda yumurta hüceyrə ola bilər. 2 doğrudur. X fazasının sonunda uşaqlığın divarının maksimal qalınlığa çatır. X aybaşı fazasıdır. Burada uşaqlığın divarı bərpa olmaz. Ovulyasiya üçün ən əlverişli vaxt Z fazasının sonu deyil, sonunda artıq bitir. Bu hissə 14-cü günündə təsvir olunan orta hissə idi. Y fazası 11 yaşlı qızda baş verə bilər. Y aybaşdan sonraki fazadır. Qadın 10-12 yaşından aybaşı olduğuna görə Y fazasında baş verə bilər. Yəni 1, 2, 5 düzgün cavabımız olacaq. Y variantı. 16-cı sual. Sxemdə verilmiş proseslə bağlı hansı mülahizə sağlam insan üçün yanlışdır? Zülallar amin turşularına parçalanır. Amin turşularından da zülal sintezi olur. Və bu zülaldan da karbon qazı, su və azotlu birləşmələr son parçalama məhsulu olaraq ayrılır. İndi bizə deyir ki, hansı mülahizə sağlam insan üçün yanlışdır? Bir, katabolik prosesdir. Zülal parçalanır amin turşusuna, deməli katabolizmdir. 2 plastik mübadilədir. Çünki amin turşusundan zülal yaradır, düzdür. 2 ribosomlarda baş verir. Bu da düzdür. Çünki ribosomlarda zülal sintezi gedir. 3 bilavasitə ağız boşluğunda. Ağız boşluğunda biz ancaq karbohidratları parçalaya bilərik. Yəni zülalların son birləşməyə qədər, son parçalanma məhsuluna qədər gəlməsi sağlam insanda mümkün deyil. 17. Orta yaşlı sağlam insanda bir dəfə dərin nəfəs alma zamanı normada neçə millilitr və yaxud da kub santimetr oksigen ağciyər kapilyarlarına keçir? Dəfələrlə qeyd etmişdim ki, dərindən nəfəs alma zamanı biz nə qədər hava uduruq, dərindən nəfəs vermə zamanı nə qədər hava xaric etmiş oluruq. Dərindən nəfəs alanda 500 tənəffüs havası uduruq və 1500 də əlavə hava uduruq. Toplam 2000 millilitr və yaxud da kub santimetr hava qəbul etmiş oluruq. Və sadəcə udduğumuz havadakı oksigenin 5%-i ağciyər kapilyarlarına keçir. O zaman yazırıq ki, 2000 millilitr hava 100%dirsə, x qədəri 5%dir. Elə bil ki, 20-yə böləndə bunu da 20-yə böləndə nə edir? X də bərabərdir 100 millilitr. Düzgün cavab D variantı olacaq. 18-ci sual. İnsanda hansı vəzirlər yalnız xarici sekresiya vəzlərinə aiddir? Xarici sekresiya vəzləri demək orqan boşluğuna və ya bədən səthinə sekresiya məhsullarını xaric edənlərdirlər. Bu olacaq mədə. Çünki timus ancaq daxilidir. Əslində timusun xarici tərəfi də var ha. Onun xarici sekresiya məhsulu xarici deməkdə hüceyrə hazırlaya bilir. Belə deyək, qana buraxdığı hüceyrə var. Qalxana bənzərdir, böyrək üstüdür, mədə altıdır. Böyrək üstüdür. Bunlar daha doğrusu bu üçü yalnız daxilidir. Mədə altında isə hər ikisi var.
19. 2 qat hidrogen rabitələrinin sayının 3 qat hidrogen rabitələrinin sayına bərabər olduğu bir DNT molekulunda. O deməkdir ki, adeninin sayı sayca bərabərdir guaninin sayına. Qrafiklərdən hansı doğrudur? Deməli, əgər 2 qat rabitələrin sayı 3 qat rabitələrin sayına bərabərdirsə, adeninlə guanin bərabərdir, timinlə də sitozinin sayı bir-birinə bərabərdir. Burada isə məsələn adenin, guanin, timin, sitozin bir-birinə bərabərdir. Pentoz və fosfatların sayı bundan azdır. Hər nukleotidin bir pentozası, bir fosfat turşusu var. O zaman bunların sayından çox olacaq. Məsələn, atıram, 100 adenin var, deməli 100 dənə guanin var, 100 dənə timin var, 100 dənə də sitozin var. 400 nukleotid varsa, 400 nukleotidin 400 pentozası və 400 də fosfatı olacaq. Yəni bunların sayı bundan çox olmuş olacaq. Çünki hərəsindədir pentoza və fosfat turşu qalıqlarının. Bir DNT molekulu üçün hansı doğrudur? Məsələn, elə B variantı adenin, guanin, sitozin, timin sayca bərabərdirlər. Pentoza və fosfatların sayı indi 100 adenin var. 100 tutaq ki, buradırsa. O zaman 400 dənə pentoza var. Yəni bundan bir 4 dəfə çox götürmüş olmalıyıq. Düzgün cavabımız olacaq B variantı. 20-ci sual. Producent, redusent demək istəyir bizdən. Cavablar yuxarıda qeyd olunub. Producent üzüm maddələri minerallaşdıran redusent olacaq. Fitoplankton deyiriksə bu producentdir, fitos bitkidir. Yalnız heterotrof yolla qidalanan redusentlərdir. Sürmə göbələyi parazit göbələkdir. Hidrogen bakteriyaları bunlar producentdirlər, çünki hidrogen bakteriyaları xemosintez edici bakteriyalardılar. Yəni parazitləri bunların heç birinə aid etmirik, ona görə də yerləşdirmirik. 21-ci sual. Eyler-Venn diaqramına əsasən uyğun bəndləri müəyyən edin. Küləklə tozlanma və həşəratla tozlanan bitkilər verilir. Tozlanma cinsi çoxalmaya xidmət edir. Ümumiyyətlə, demək, tozlanma cinsi çoxalmaya xidmət edir həm küləklə, həm də həşəratla. Hər ikisinə aiddir. Bir də çarpaz tozlanma, gözüm seçdi bunu buradan. Çarpaz tozlanmada, çünki biri küləklə, biri həşəratla. Çarpaz tozlanmanın deyildik 3 forması var. Həşəratla, küləklə və süni insan tərəfindən. Nektarlıqları varsa, deməli həşəratla tozlanacaq. O zaman içini aid edəcəm ikinciyə. İri və əlvan çiçəkləri var, o da elə həşəratın diqqətini cəlb eləmək üçün idi. Çoxlu quru yüngül tozcuqları var, küləklə tozlanmanın uyğunlaşmasıdır. Görkəmsiz, ətirsiz, nektarsız çiçəklər isə küləklə tozlanmanın uyğunlaşmasıdır. 3, 6, 2, 4, 1, 5 düzgün cavabımız olacaq C variantı. 22. Ondatra hüceyrəsinin hansı orqanoidində zulalların biosintezi gedir? Ondatra bilirdik ki, yarımsu məməllərdir. Onu oradan götür. Yarımsu məməllərdir. Zulalların biosintezi gedən onlarda xloroplastlar olmaz. Təbii ki, A variantını çıxacaq. Xloroplastları harada gördüksə çıxaq. Hamar endoplazmatik şəbəkə zulalını sintez etmir, dənəvər edirdi. O zaman olacaq Y variantı ribosom və mitoxondridə. 23. İnsanda gövdə skeletinə bilavasitə birləşmir. Gövdə skeletinə birləşməyən sümüklərimiz, iki cür sümük olan sümüklər uzun borulardılar. Bunlar bilavasitə qurşağa birləşirlər, gövdəyə deyil. Gövdə skeletinə birləşmir deyir cüt sümük. Məsələn, gövdən skeletinə cüt sümük körpücük sümüklərdir. Birləşirdilər. Uzun borlu sümüklər, iki cür sümük olan sümüklərdirlər elə. Ona görə onlar da birləşmir götürürük. Yastı sümüklər, məsələn, ənsədir, çanaqdır, gövdə skeletinə birləşirlər. Kürək sümüyü gövdəyə deyil, ətrafın sərbəst hissəsinin bazu sümüyünə birləşmiş olur. 24. Mitozun eyni bir fazasında baş verən prosesləri müəyyən edin. Vətər telləri itir, telofaza, vətər telləri əmələ gəlməyə başlayır, profaza, stokinez baş verir, telefazanın sonu, xromatidlər qütblərə çəkilir, anafazada, demək, vətər tellərinin əmələ gəlməsi başa çatır metafazada, xromosomların spiralları açılır, bu da telefazada. Deməli, ən çox olan telefazalar oldu. 1, 3 və 6 olacaq. 1, 3, 6-ın cavabları. 25. Doğru kəsişməni müəyyən edin deyir.
Bir dəqiqə, hə. İnsanda toyuq korluğu, yəni A vitaminoz nəticəsində yaranır. Baxırıq, toran işıqda görmə qabiliyyəti pozulur, bəli, pozulur. Çöpçüklərin funksiyasının zəifləməsi nəticəsində baş verirmi? Bəli. Bilavasitə görmə analizatorunun ikinci hissəsi, yox, çöpçüklər reseptordur, bu birinci hissə idi. A vitamini normadan artıq deyil, normadan az olmasıdır. Ona görə yalnız 1 və 2 doğru olmuş olacaq. 26. Müəyyən ərazidə yayılmış çay xərçəngi, xaçlı hörümçək və may böcəklərinin cəmi 620 ayaqları vardır. Bu heyvanlardan 48-i çay xərçəngidir. O zaman 48-i vururuq. Çay xərçəngin 20 ayağı 5 cütdür, yəni 10 dənədir. 480. 620-dən çıxıram 480-i 140 qalır. 620 ümumidir. Çıxıram demək 480-i qalacaq 140 dənəsi. Xərçəngi çıxdıq, hörümçək və may böcəyini. Demək, xaslı hörümçəkdə may böcəyinin ətraflarının, xaslı hörümçəklə may böcəyinin ətraflarının say 4-ün 3-ədir. Hörümçək, bir də may böcəyi. 4-ün 3-ə nisbətindədirsə, o zaman demək 4x və 3x deyə qeyd etsək, 140 bərabərdir 7x-a, 4 3x-lə cəmi, x də bərabər olacaq 20. Deməli, 4x 20-yə vuranda eləcək 80 dənə hörümçək var. Hörümçəyin ayağı var daha doğrusu. 20-yə də vuranda eləcək 60 dənə də may böcəyinin ayağı var. Əgər 80 dənə ayaq varsa, bir hörümçəyin 8 ayağı var. O zaman burada 10 dənə hörümçək var. 60 dənə ayaq varsa, bir may böcəyinin 6 dənə ayağı var. Deməli, burada da 10 dənə may böcəyi var. Burada neçə xaçlı hörümçək olduğunu hesablayın. Xaçlı hörümçəyin sayını tapdıq 10. 27. Qəşəng sualdır bu. Demək, 2 ləpəli bitkidir və çiçəkləri 6 erkəkciklidir. Məsələn, 2-nin yerinə yaza bilərik. 2-nin yerinə yaza bilərik quş əpbəyi, xaç çiçəklər fəsiləsidir. Bir də yabanı ağ turpu yaza bilərik. 2 ləpəli bitkidir və meyvəsi gilə meyvədir. Meyvə gilə meyvə olan burada demək bibərdir. Dağ laləsi götürə bilmərik. Quş əppəyini yazmışam. İnci çiçəyi də gilə meyvədir, amma iki ləpəli deyil. Meyvəsi gilə meyvəlidir və çiçəkləri 6 erkəkciklidir. Hə, burada olacaq artıq inci çiçəyi. Çünki bir ləpəlidir. Burada 2 ləpəli olduğunu qeyd edib də bu hissəyə aid eləyə bilməyəcək. Yəni 1A, 2C, Y, 3 də olacaq D. Sonra gəldik situasiyaya. Situasiya heç gözlədiyim kimi deyil. Mən əslində situasiyanı fərqli təsəvvür eləyirdim. Həkim müayinəsinə gələn 2 pasiyent, 40 yaşlı İskəndər və 15 yaşlı Ayxan müayinədən keçdikdən sonra məlum oldu ki, İskəndərdə A, Ayxanda isə B göstərilən problem var. İskəndər o zaman podagradır. Podagra 11-ci sinifin axırında verilib. Ayxanda isə skalyoz xəstəliyidir. Və deyir ki, İskəndər və Ayxanın problemi necə adlanır? Yazırsınız uşaqlar burada 1. İskəndər, podagra, 2. Ayxan, skalyoz. Və bu şəkil B-də göstərilən sümüklərin sınığı zamanı, şəkil B-də göstərilən sümük onurğadır. Onurğanın sınığı zamanı ilk tibbi yardım, o zaman 3-ü də altından qeyd edirsiniz, yazırsınız ki, üzü üstə uzadıb hərəkətsiz hala gətirmək. Çünki onurğa sütunu sınıb. 29. Şəkil A-da göstərilən problem insan skeletinin hansı şöbəsinə aiddir? İnsan skeletinin pəncə. Skelet şöbəsinə dediyinə görə pəncə. Mən də əslində öz ehtimal etdiyim cavabları yazıram. İndi Dövlət İmtahan Mərkəzi cavabları elan edəndən sonra baxacağıq ki, mən də bəlkə yanlışa yol verirəm, bilmirəm. Əsasən hansı növ sümük birləşmənin fəaliyyətini məhdudlaşdıra bilər? Oynağın. Çünki orada oynaqlarda sidik turşusunun duzları toplanırdı bu hissədə və oynağın fəaliyyətini məhdudlaşdırır. Şəkil B-də göstərilən problem skeletin hansı şöbəsinə aiddir? Onurğa şöbəsinə aiddir. Hansı sümük birləşməsinin fəaliyyətini məhdudlaşdıra bilər?
Burada əslində bir neçə fikir yazmaq olar. Sümük birləşmələrinin deyəndə, məsələn, yarım hərəkətli sümük birləşməsi deyərik onurğanın özündə. Yarım hərəkətli deyə götürəm. Onda bura oynaq deyil, hərəkətli yazaq. Hərəkətli, çünki sümük birləşməsinin növünü istəyirdi. Yenə də deyim də dəqiq bilmirəm. Yəni burada müxtəlif cür yanaşma ola bilər. Ona görə mən məsələn belə götürürəm. İndi bilmirəm necə olar. Hansı pasiyentin və yaxud da pasiyentlərin mövcud sağlamlıq problemləri olmasaydı, sümük iliyi donoru ola bilərdi? Cavabınızı əsaslandırıb yazın. Ümumiyyətlə sümük iliyi 18 yaşdan da aşağı olan fərdlərdən götürülə bilir. Ona görə əgər ki, pasiyentin mövcud sağlamlıq problemi olmasaydı, yəni podaqra və yaxud da skalyoz olmasaydı, həmin şəxslərdən sümük iliyi götürmək olardı. Ona görə mən həm A və həm də B pasiyentlərini qeyd edirəm. Cavabınızı əsaslandıranda belə yaza bilərsiniz ki, sümük iliyinin yaşı 8-ci sinifin axırında var bu. 18 yaşdan da aşağı fərdlərdən götürülə bilir. Ona görə də hər ikisindən götürmək olar. Nə olsun ki, birinin orada 15 yaşı qeyd olunub. Əgər belə bir problemi olmasaydı, hər ikisindən götürülərdi. Yenə də deyirəm, bu məsələ mənim öz şəxsi fikrimdir. İndi bilməm onu Dövlət İmtahan Mərkəzi necə yanaşacaq. Situasiyaların cavabını mən də sizin kimi gözləyirəm. İnşallah ki, ikinci şans imtahanında daha yüksək nəticə əldə eləyərsiniz. Buradan da bir anons qeyd edeyim. Artıq bayaq qruplarda paylaşdım ikinci şans imtahanı üçün 2 dənə cədvəl paylaşdım. 2 qrup açıram. Həmin o qruplarda dərslərin hər ikisi paralel aparılacaq və qrup dərsləri başlayacaq ayın 4-dən, 4 iyun tarixindən. Yəni ikisi və üçü istirahət edin. Ayın 4-dən inşallah dərslər başlayacaq. Ödəniş sadəcə bir dəfə olacaq, 80 manatdır. Dərslərə qoşulmaq istəyənlər bu gün sabah əlaqə saxlasınlar, çünki artıq bu gün qruplarda belə deyək də dolma müşahidə olunur. Demək olar ki, qrupların sayında artıq az boş yer qalıb. Ona görə mənlə dərslərə davam etmək istəyənlər indidən yazılın, sizi qruplara əlavə eləyim. Mənim bu qədər. Sağ olun, sağlıqla qalın.